Əminə müəllim, giriş hissə şagird fəaliyyəti nələrdir? Giriş hissədə şagird fəaliyyəti, deməli, hərəkətlərdən, oyunlardan istifadə eləyir də. Hərəkət və oyunların istifadəsini anlayır, dəstə fəaliyyəti neyinir? Planlaşdırır. Planlaşdırır. Qəşəng. Fərdi qiymətləndirmə aparır. Kim dərsin hansı hissəsində? Müəllim əsas hissədə. Frontal forma dərsin hansı hissəsində istifadə olunur? Girişdən tamamlayıcıdır. Qəşəng. Girişdən tamamlayıcıdır. Qrupda? Qrup hazırlayıcı əsas. Qəşəng. Qrup isə hazırlayıcı, bir də əsas hissədə istifadə olunurdu. Əsas hissəmiz neçə dəqiqədir? Əsas hissəmiz deməli 20-25 dəqiqə. Qəşəng. Əsas hissəmiz olacaqdı 20-25 dəqiqə. Fərdi qiymətləndirmə aparır. Kim dərsin hansı hissəsində? Əsas hissədə müəllim. Ümumi-inkişaf hərəkətlərini nümayiş elətdirir. Kim dərsin hansı hissəsində? Müəllim deməli hazırlayıcı hissədə. Qəşəng. Sadəcə hərəkətləri nümayiş elətdirir desək? Hərəkətləri nümayiş etdirir. Bu hərəkətləri icra edir. Şagirdi nümayiş etdirir müəllim yenə əsas hissədə. Qəşəng. Hər hansısa bir hərəkət qabiliyyətinin inkişafını təmin edir. Kim dərsin hansı hissəsində? Hər hansı o şeydə hazırlayıcı hissəyə müəllim aiddir. Yox, əsas hissə müəllim. Əsas hissə müəllim. Bəli. Hər hansısa bir idman növündə texniki taktiki fəaliyyətin əlverişli üsuluna yiyələnmə, fiziki tərbiyənin hansı forması, hansı şeydir? Təhsilin mərhələsi. Taktiki ümumi orta idi, fiziki tərbiyə dərsləri. Bəli, ümumi orta idi, fiziki tərbiyə idi. Fiziki tərbiyə dərsinin ən çox hissəsi hansı hissədir anam? Əsas hissə. Qəşəng, əsas hissədir. Yaxşı, öz nəticəsini təhlil edir. Öz nəticəsini təhlil edir, şagird tamamlayıcı hissədir. Tamamlayıcı hissədədir. Funksional və fiziki qüsurların hərdən qaldırılması. Funksional fiziki qüsurlar xüsusi qruplarda fiziki tərbiyədir, ümumi ortadır. Oyunlar, xüsusi seçilmiş hərəkətlər vasitəsilə ümumi fiziki hazırlığın təmin edilməsi. O şeydədir, dərsdən kənar idi, səhv dönəmsi ibtidai idi. Aha, bəli. Məktəb daxili yarışlarda iştirak nəyə aiddir? Məktəb daxili. Dərsdən kənar fiziki tərbiyə dərsidir, ümumi ortaya aiddir. Qəşəng, məktəb daxili yarışlarda iştirak nəyə aiddir dedik? Ümumi ortaya. Dərsdən kənar fiziki tərbiyə dərslərinə. Qəşəng, ümumi ortaya aiddir. Bəs rayon zona yarışlarında iştirak desə? Tam ortadır. Qəşəng, rayon zona yarışlarında iştirak etsə nəyə aiddir anam? Tam ortaya, düzdürmü? Tam orta yaşı neçə idi? Norma və dəyərləri hörmət əldə edici anlarda liderlik bacarığının təkmilləşdirilməsi. Təkmilləşdirmə varsa tam ortadır. Qəşəng. Sonra müəllim, hərəkət qabiliyyətlərinin baza hazırlığının təmin edilməsinə aiddir. Hərəkət qabiliyyət baza hazırlığın təmin edilməsi ibtidaidir. Hərəkət qabiliyyətlərinin planlı inkişaf elətdirilməsi. Ümumi ortadır. Metodlar haqqında nəzəri biliklərin verilməsi. Nəzəri bilikdirsə də ibtidaidir. Bir düz xətt üzərində yox. Ümumi ortadır. Ümumi ortadır. Bəs qısa informasiya vermək desək, qısa informasiya vermək. İbtidaidir. Qəşəng. Nəzəri biliklər ümumi ortadır, təkmilləşdirmə tam ortadır.